Gətirdiyim ərzaqların əksəriyyətini vurublar ambara. Bundan 3 dəfədir ki, ay ərzində gedirəm Türkiyədən ərzaq gətirim evimə. O ərzaqlar hələ də Sədər Kömrük ambarında yatırılır. Soruşuram ki, niyə saxlayırsınız, nədir məndən ədavətiniz? Dedikləri tək bir şey var ki, Nazirlər Kabinetinin qərarıdır, 30 kilodan artıq ərzaq gətirin olmaz. Mənim də gətirdiyim 5 nəfər yoldaşıq, 150 kilo ərzaq gətirmişik. O ərzaqlar qoyduqları 30 kilo palajinə uyğun gəlmişik. Sadəcə bəhanələr budur ki, deyək ki, 5 qalbasa gətirmirsən, 1 qalbasa gətirmirsən, sən nə eləməlisən? Ancaq dedikləri budur ki, Nazirlər Kabineti belə qərar verir. Bəs mənə maraqlıdır, Nazirlər Kabineti qərar verəndə sadəcə mənim üçün kasıb vətəndaş şunu verir. Bəs Vüqar Əliyev komitə sədri sürdüyü 50 minlik maşın, oturduğu 200 minlik ev, onu quru maaşla alıb, Nazirlər Kabineti ona baxmır. Sədrənin postları Kənan Heydərli 50 minlik maşın sürür, 200-300 minlik villası.